Salam, hər vaxtınız xeyir xanımlar. Bugün ekler pişiririk. Tarifini sizlərlə bölüşmək istədim. Burada 200 qram yağ, çərə yağını 2 stəkan suya əlavə edirəm. Üzərinə 1 yemək qaşığı şəkər tozu, 1 çay qaşığının ucunda duz əlavə edib yağ əriyənə qədər qarışdırıram. Daha sonra üzərinə 2 stəkan un, məndə 2 stəkan yarım getdi. Çünki unun firmasına görə, miqdarına görə yəni dəyişə bilər. Bu kıvam alanda başqa qaba alıram. Soymasını gözləyirəm. Soyduqdan sonra yumurtaları bir-bir əlavə edib mikserlə çırpıram. Yumurtaları tək-tək əlavə etmək lazımdır ki, xəmirin kıvamını görə biləsiniz. Yəni nə duru, nə də qatı bir xəmirdir. Toplam məndə 7 ədəd yumurta getdi. Burada kıvamını göstərirəm. Sıxma torbasından bu şəkildə çıxdıqda demək ki, xəmir hazırdır. Daha sonra 170 dərəcə sobanı qızdırıb sıxma torbası ilə eklerləri sıxmışam və fırına qoymuşam. Burada eklerlər hazırdır. Kreminə gəldikdə isə 2 yemək qaşığı nişasta, 2 yemək qaşığı un, 1 ədəd yumurta, 8 qaşıq pesok, şəkər tozu. Bunları təmiz qarışdırıram. Topa-topa qalmamalıdır. Üzərinə isə 3 stəkan süt tökdüm. Yenidən qarışdırıb ocağın üstünə qoyub pişməsini gözləyirəm. Burada qarışdırıram ki, içərisinə topa-topa qalmasın. Burada hazırdır. Başqa qaba alacağım, soymağını gözləyəcəm. Başqa qaba almışam. Burada gördüyünüz kimi üzərinə 3 yemək qaşığı kakao, 50 qram çərə yağı, 1 paket vanil tökdüm. Üzərinə streslə örtdüm. Yenidən soymağa qoydum. Krem soyduqdan sonra üzərinə 1 paket krem şanti, 3 yemək qaşığı qatlaşmış süt və aydo süt tökdüm. Kremi hazırladım. Sonra sıxma torbasına doldurdum və eklerlərin hər iki tərəfindən kremi içinə yaxşıca doldurdum. Və belə ekler hazırdır. Dadı çox möhtəşəmdir. Yoxlayan hər bir kəsə